baxdı, uşaq şişdi dərmanla. Düzgün diaqnoz qoymadılar. Düzgün diaqnoz qoymadılar. Ancaq sonra Aynur xanım çox sağ olsun, Zeynalov onun düzgün diaqnozunu qoydu. Toretto sindromundan uşaq əziyyət çəkirdi. Toretto. Toretto sindromu. Psixoloji, nevrolojidir bu. Bəli, bəli, bəli. Çox deyərdim, çox acı bir haldır. Çox acı, həqiqətən. İki dənə insanları görmüşəm. Bəli, onun çox dəhşətli tikləri var. Allah heç bir valideynə onu yaşatmasın. Tez-tez mi gəlirdi? Çox tez-tez olurdu və o hər oluşunda mən o dünyanı görüb qaydırdım. Mən hər an evlad itkisi ilə, o qorxu ilə yaşamışam. Mən bilmirdim Toretto'ymuş. Mən o qorxu ilə, 6 ildə o qorxu ilə yaşamışam. Şükür Allaha bugün evladım sağlamlığına çox şükür qovuşdu. Mən bütün həyatımı, bütün hər şeyimi ona qurban verdim. Buna görə şükür eləyirəm ki, nəyi də itirsəm həyatda. Amma ki, mən evladımı qazandım, çox şükür Allaha. Bunu dünən də mən qeyd elədim. Ona görə mənim evlə bağlı,